Narkoz altında başınıza nə gəldiyini heç düşünmüsünüzmü? Əksər insanlar bunu belə təsəvvür edirlər. Uzandın, gözlərini yumdun və sanki bu həyatda deyilsən. Təxminən mini ölüm, müvəqqəti yoxluq. Və əməliyyatın özündən daha qorxulu olan da məhz bu görüntüdür. Ən maraqlısı budur ki, bu səhv təsəvvürdür. Anesteziya işıqların sönməsi demək deyil. Bu yuxu və ya koma da deyil. Bu, təbii olaraq baş verməyən və yalnız tibbi təsirlə yaranan bədənin fizioloji vəziyyətidir. Beyində əslində nə baş verir? Əslində beyin fəaliyyətini davam etdirir. Sadəcə rejimini dəyişir. Beyin bölgələri arasındakı əlaqələr pozulur. Kortikal aktivlik azalır və ətrafda baş verənləri şüurlu təcrübəyə birləşdirmək qabiliyyətini itirir. Məlumat gəlir, amma mən burdayam və mövcudam anlayışı formalaşmır. Buna görə də narkoz təsiri altında olan şəxs heç nəyi xatırlamır. Ona görə yox ki, həmin orada deyil. Ona görə ki, xatirələri canlandırmaq üçün heç nə yoxdur. İndi isə qorxular haqda. Çünki qorxular haqda hədsiz çox mif yaradılıb. Birinci mif. Birdən oyanmaram. Dəhşətli səslənir. Lakin statistika başqa hekayə danışır. Sağlam insanda anesteziyadan ölüm riski təxminən 200-400 mində bir əməliyyatda olur. Müqayisə üçün bu adi təyyarə uçuşu riski ilə müqayisə oluna bilər. Əksər faciəli sonluğa səbəb anesteziya deyil, xəstəliyin özüdür. İkinci mif. Narkoz insanı səfehləşdirir. Heç bir böyük elmi tədqiqat bunu təsdiqləməyib. Əməliyyatdan sonra bir neçə gün ərzində yuxululuq, diqqətsizlik və kiçik yaddaş itkiləri halları ola bilər. Lakin bunlar müvəqqətidir və yekunda tamamilə keçib gedir. Üçüncü mif. Narkoz təsiri altında hər şeyi eşidib, hiss etmək olur. Bəli, bu fenomen mövcuddur. Buna əməliyyat arası şuur deyilir. Lakin bu 1000 haldan ikisində baş verir və hətta bu halda belə adətən ağrı hiss edilmir. Anesteziolog əməliyyat masasında olan pasiyentin ürəyini, qan təzyiqini, nəfəs almağını və oksigen qəbulu səviyyəsini hər saniyə izləyir. Pasiyent sözün əsl mənasında həkim anestezioloqun daimi nəzarəti altında həyati əhəmiyyətli sistemə qoşulur. Narkoz qorxusu başa düşüləndir. Öz bədəninə nəzarəti itirmək həmişə həyəcan vericidir. Beyin, real təhlükə olmasa belə, istənilən huş itkisini təhlükə kimi qəbul edir. Amma müasir elmin yekun qənaəti belədir. Anesteziya ən təhlükəsiz tibbi prosedurlardan biridir. Narkoz təsiri altına düşməyin əsas səbəbi olan xəstəliyə nisbətən çox-çox təhlükəsizdir. Beləliklə, əgər siz və ya yaxınlarınızdan biri əməliyyat öncəsi narahatlıq, qorxu, həyəcan keçirirsə, əslində nədən ehtiyat etməli olduğunuzu bilirsiniz.